Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 132 milyon 311 min dollar dəyərində 18.288 ton kərə yağı ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 7,2 dollar olub. Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində heç bir dəyişiklik müşahidə olunmayıb. Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə ixal olunan kərə yağının qiymətində dəyişiklik olmasa da, dünya bazarlarında kərə yağının qiyməti ucuzlaşıb. Ötən ilin fevral ayının əvvəlində dünya bazarlarında 1 kiloqramı 7,2 dollar olan kərə yağı son bir ildə 44%-dən çox ucuzlaşıb və bu ilin fevral ayının ilk günlərində 4 dollara düşüb. Lakin onu da qeyd edək ki, kərə yağının qiymətində qeydə alınan ucuzlaşma ölkə daxilindəki pərakəndə satış mağazalarında müşahidə edilməyib. Ötən ilin yanvar ayında supermarketlərdə orta satış qiyməti 22,6 manat olan kərə yağı son bir ildə 8,8% bahalanaraq dekabr ayında 24,6 manata yüksəlib.